Rentgen təsvirləri 7 yaşlı pasiyentimizin rentgen təsvirləridir və bu pasiyentimizdə biz baxırıq ki, boyun lordozunda bir qədər düzləşmə müşahidə olunur və bu cür olanda biz fikirləşirik ki, bu uşaqda telefona çox baxmaq, yəni kompüter arxasında çox dayanmaq, hər hansı bir YouTube-da verilişlərə baxmaq, yəni başı aşağı vəziyyətdə uzun müddət dayanmaq bu cür boyun lordozunda düzləşməyə səbəb ola bilir. Bunu isə asanlıqla biz rentgen müayinəsində də müşahidə edirik. Bel lordozunda isə bir qədər dərinləşmə var. Yəni bu cür kiçik yaşlı uşaqlarda telefonun ilk fəsadı olaraq biz boyun lordozunda düzləşməni və sonradan isə onurğanın yüklənməsi pozulduqca skalyoz, lordoz, kifoz bu kimi dəyişikliklər görə bilərik. Ona görə tövsiyə edərdim ki, kiçik yaşlı uşaqlarınızı telefondan uzaq tutasınız.